آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين اللهم وفقنا في العلم والعمل الصالحين بحق محمد وآله الطيبين الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Əhkam-ı bey'u sələf hökmlərinə biz başladıq ki, sələf alverinin hökmü və müəyyən qədər izahat verdik. Birinci məsələsində inşallah indi bugün istəyirəm yenə həmən məsələyə işarə edib, sonra 693-cü məsələdən şərh edib. Qeyd elədik ki, sələf alveri nisya alverinə tamamilə əksdir. Nisya alverində mən gedib istədiyim hansısa bir şeyi alırdım, bir aydan sonra pulum verirdim. Amma sələf alverində pulu bu başdan verirəm. İstədiyim əşyanı bir aydan sonra alıram. Yəni nisya alverinin tam əksidir. Bunu qeyd eləmişdik. Və orada da qeyd elədik ki, məsələnin özündə əgər bir insan məsələn fərz eləyək, mən bu mobaylı alıram Zeyd adında oğlanla sələf alveri olaraq pulu əvvəzdən verirəm. Deyirəm 2 aydan sonra mənə mobaylı verərsən. 2 ay tamam olmamış sual verirdik. Görəsən mən Zeyd mənə 2 aydan sonra mobayl verəcək. Mən Xalidə 1 aydan sonra sata bilərəm. Nə qədər ki hələ həmən vaxt yetişməyib. Dedi ki, alver ki başda bunların arasında, yəni satıcı ilə alıcının, amma hələ alıcı əlinə almayıb. Bu bir. İkincidə alıcı əlinə almayıb məsələsindən əlavə heç onun vaxtı yetişməyib sələf alverində. Hələ əlinə alıb almayıb, onun bir dənə hökmü olacaq. Bu məsələ nədir? İcazəli deyil. Ağa deyir ki, məsələn, mən alam sələf alverində bir insandan bir dənə mobayl üçün pul verəm, deyəm 2 aydan sonra mənə verərsən, sonra onu başqa bir şəxsə, həmən şəxsin özünə yox, aldığım adamın özünə satmaq yox. Vaxt yetişməmişdən qabaq başqa şəxsə satmaq icazəli deyil. Amma deyir, bəli, vaxtı yetişəndən sonra hətta əlimə almasam belə 2 ay tamam olur, bunu başqa şəxsə sata bilərəm. Bizim söhbətimiz burada nə idi? Mənə aldığım o şəxs var ha, məsələn mən pul verirəm, mobaylı mənə gətirəcək kim? Zeyd. Zeydin özünə ala bilərəm, onunla məsələn ondan aldığımı ona sata bilərəm. Bununla işimiz yoxdur, bu icazəlidir. Bizim məsələmiz Xalidə satmaqdır. Xalidə nə vaxt sata bilərəm? Vaxt yetişməmişdən qabaq sata bilərəm. Deyir ki, xeyr, icazəli deyil. Vaxt yetişib, ancaq hələ mən mobaylı əlimə almamışam. Xalidə, yəni başqa bir şəxsə sata bilərəm. Bu halda deyir, bəli, icazəlidir. Yəni bizim bu məsələmiz, yəni bir sözlə 692-ci məsələ, mən aldığım şəxs, yəni mənə satan satıcı var ha, ona sata bilərəmlə getmiş söhbət. Söhbət edib başqa bir adama sata bilərəm ya yox. Nəam, la yəcü bey'ul hantada və şəğri və qeyrimi mən yuba' bil-kilə vəl-vəzn. Bəli, sonra gəldi qeyd elədik ki, görəsən mən aldığım əşya kiloqramla və yaxud da ki, vəzinlə olan şeyləri artığına sata bilərəm, yəni başqasına söhbət edir. Məsələ nədən gedir? Başqa bir adama. Mənim alverim Zeydləndir, amma mən Xalidləndir. Yəni, mən mobaylın pulunu Zeydə vermişəm, mən indi Xalidlə alver edirəm. Deyir ki, əgər orada ki, murabəhə var, ribh varsa, məsələn, 500 kiloqram buğda verir, deyir mənə 510 kiloqram verərsən, deyir, bütün ziyadələr haram, ribada haram. Və hansı hallarda olar? Deyir, birinci hal budur ki, ziyadə artığına. Bu istər sələf alverində ola, istər digər nağd alverdə ola. Bunların fərqi yoxdur. O yerdə ki, 5 kiloqram verib 5 kiloqram yarım alırsan, eyni cinsli olan bir şey, bu icazəli deyildir. Niyə? Dedi ki, ribadır, riba yəni müamilədir. Bunu da belə qeyd edeyim ki, hansı ki, bu dərslərimizdə ki, belə deyək də, az bir dəqiqəlik kəsilib YouTube kanalına qoyulur. Orada belə bir sual gördüm ki, yəni riba nədir?
Biz ribanı əslində şərh eləmişik. O şey kəsib qoyurlar. Orada o, kanalın özü var. Orada girib tam dərsə qulaq asa bilərsə, ola bilər ki, bu indi bu hissə də kəsilsin. Riba yəni muamilə. Bizdə sələmə. Sələməşdiririk. Sələm yəni ərəbcə riba deyirik. Muamilə. Əslində yəni lap belə dəqiq mənasını deyək, lor dilində bir şeyi mən verirəm, onun artığını. Bizdə faiz də deyirik ona. Bu ola bilər məsələn pulda da olsun, 10 manat verib 12 manat alar ayda. Ola bilər ki, bu məsələn yeyinti şeylərdə də olsun, ola bilər geyimdə də olsun, fərq eləməz. Hansı ki qiymət verirəm, onu öz miqdarından daha çox alıram. Biz sadəcə misallarımız orada idi ki, kiloqramla və çəki ilə olanlardan söhbət edirdik. Kiloqram və çəki ilə olanlarda deyirdik ki, riba varid olur, riba vardı, ona görə də olmaz. İndi biz şimdi misal burada paltardan inşallah olaraq gələcək, o başqa məsələdir. Bu məsələyə dediyimiz indiki məsələyə aidiyyəti yoxsa bir şərh eləmək üçün dedik. Paltarı qoy biraz da izahlı məsələn, mən fərqli, mən bu bir dənə köynəyi verirəm, 2 dənə köynək alıram, eyni cinsli köynəkdir. Bəli, sonra gəldik, qeyd elədik ki, hansı yerdə yaxşı icazəlidir? Bildik ki, mən Zeyddən bu mobaylın pulunu vermişəm. Zeyd mənə 2 aydan sonra mobaylı verəcək. Dedim, nə qədər ki o 2 ayın vaxtı yetişməyibsə, mən onu Xalidə sata bilmərəm. İkinci sual çıxdı ortaya. Vaxtı yetişib, ancaq hələ mobaylı əlimə almamışam. Dünənləri vaxtı yetişib. Bu halda icazəlidir, mən Xalidə satam. Səmahat Hüseydə siz sana buyurur ki, bəli, icazəlidir, heç bir müşkülü yoxdur. Əsas odur ki, vaxt yetişsin. Yaxşı, eyni qiymət, məsələn, dedik, kiloqramla, vəzinlə olan bir şeyləri biz eləyə bilərik ki, artığına sataq. Yəni 5 kiloqram verib 6 kilo alaq. Olmaz. Bu 5 kilo verib 5 kilo ala bilərəm. Deyir, bəli, musava, əgər eyni ölçüdə olsa, müşkülü yoxdur. Bunlar istisnadır. İlla ən yəbi'ahu bi miqdarı thəmənihi, öz miqdarı, thəməninin miqdarı nə idisə, o miqdardır. Məsələn, eyni bərabərdədir. Əlləzi iştirahu bihi. Mən bu aydan almışam bunu 200 manata, elə satıram 200 manata. Eyni miqdarını. Əv bi vədi'atin minhu. Və yaxud yox, biraz aşağı. 190 manata verirəm. Deyir, eyni səviyyə olsa, aşağı olsa heç bir zərəli yoxdur, icazəlidir. Bu al ver, amma aldığından baha, yəni belə deyək də, onun qiymətindən baha verəsən, 100-ü 110-a verəsən, bir kitabı verirəm, 2 kitaba eyni cinsli bir sözlə kiloqram, xüsusən də yenə qeyd edilir. Kiloqram kitabda nədir? Yazılan budur, kiloqramla və vəzinlə olan əşyaları artığına, başqasına sata bilmərəm. O şeylər ki, kiloqramlandır və vəzinlə də onun satılması icazəli deyil. Bu bizim keçmiş məsələ idi ki, istədim onu biraz daha şərh edeyim. Məsələ 693. Niyə onu şərh edirsin? İnşallah indi biz üçün daha rahat olsun bundan sonraki məsələləri başa düşmək. Ləv səlləməl bai'ul məbi'ə alə tıbqı ma qurrə beynəhu və beynəl müştəri. Fi bey'i sələfi. Bəli. Bizim birinci məsələ nədir? İcazəli deyildi. Hani birinci oxuduğum məsələdə icazəli deyildi. İkinci məsələdə müştəriyə bəzi məsələlər ki, vacib olacaq. Üçüncü isə müştəriyə icazə sahibidir. Ləv səlləməl bai'ul məbi'ə. Deyir, əgər alıcı ilə satıcı ittifaq eləyiblər. Məsələn, mobaylın, misal ki, mobayl üçün mobaylda qalır. İttifaq eləyiblər. Mobaylın qiyməti, məsələn, 200 manat. 200 manatı verib sələf alverində, deyib mobaylı bir aydan sonra mənə verərsin. Bir ay yetişib, tamam olub və qiymətində ittifaq eləmişdik, xüsusiyyətində ittifaq eləmişdik, hər bir şey nədir? İttifaq olub. İndi gətirib, ittifaq olandan sonra əlatı qımaq iki müştəri ilə bayi, alıcı ilə satıcının arasında ittifaq olandan sonra satıcı gəlib alıcıya həmən bu cihazın, bu mobaylın özünü təhvil versə, sələfdə vaxt yetişibdə, artıq 2 ay tamam olub. Bu halda müştəriyə vacibdir ki, həmən o mobaylı qəbul eləsin. Vacibdir, bəli, vacibdir. 2 aylıq ittifaq eləmişdik, xüsusiyyətləri də yerində nə şərt eləmişdiksə bir sözlə. Məsələn, demişdim ki, mənə
Bir dənə mobil gətir, rəngi qara olsun, yaddaşı məsələn 256 yaddaş olsun. Bunun xüsusiyyətlərini saymışdım. Bu da gətirdi mənə həmin eyni xüsusiyyətlə bütün şərtlərimizə uyğun gətirib mənə əgər təslim eləsə, desə buyur bu sənin mobilin, onda mənə vacibdir ki, yəni müştəriyə, alıcıya vacibdir ki, həmən onu qəbul eləsin. Və minhu ma izə kana və minhu nədir? Bir dəfə gəldi müştəriyə, dedi buyur bu sənin mobilin. Vacib oldu ki, alıcıya onu qəbul eləsin. Və həmçinin də vacibdir müştəriyə qəbul eləsin. İzə kanəl məbi'u, izə kanəl vacidən lissifəti ləm yüştərət vücuduha əv intifauha fihi. İndi bir dəfə də gətirib mobili mən demişdim məsələn 256 yaddaş. Bu qardaş satan gətirib mənə mobili verir, amma mobildə xüsusiyyətlər var. Və yaxud da ki, şərt olunmayan bir xüsusiyyətlər var. Bunu şərt eləməmişdik. Bunun şərt olunmaması ki var ha, əslən qeyd olunmamışdı. Deməmişdim ki, məsələn, fərz eləyək ki, demişdim mənə bir dənə köynək gətir. Pulun vermişdim köynəyi. Dayı deməmişdim köynəyə məsələn, güllü olsun, naxışlı olsun, heç bir şey qeyd eləməmişdim. Bu qardaş deməli köynək gətirib, naxışlı gətirib. Və bu halda görəsən mənim vəzifəm nədir? Mən müştəri olaraq, mən alıcı olaraq yenə mənə vacib olacaqmı? Həmən bu köynəyi qəbul eləyəm. Səmahat-ı Seyburci və minhu izə kana vacidən lissifə. Əgər ittifaq elədiyi sifət ki var idi ya, xüsusiyyətlər ki var idi ya, həmən xüsusiyyətlər vardırsa ləm yüştərət vücuh. İndi elə bir dənə xüsusiyyətlər vardı ki, bu köynəkdə. O köynəkdə biz o xüsusiyyəti şərt eləməmişdik. Deməmişdim ki, məsələn, xətti köynək, amma xətti var. Deyir, əgər bunun olmasını şərt eləməmişdin, xeyr, deməmişdim xətti gətir. Və deməmişdim xəttsiz olsun. Deyir, hə, necə ki deməmişdin, heç bir şey, əslən, nə deməmişdin, xətti olsun, nə deməmişdin, xətsiz olsun. Heç birini deməmişdin ki, bir dənə köynək istəmişdin, bu da köynəyə gətirib bu halda sənə vacibdir ki, neynəyəsən, qəbul eləyəsən. Yəni, bir sözlə, sələf alverində, bu məsələdən bizə aydın olan budur ki, sələf alverində əgər bir nəfər, yəni alıcı, yəni satıcı arasında ittifaq olunub, satıcı gətirib desə ki, buyur, istədiyin köynəyi gətirmişəm, vacibdir ki, alıcı satıcıdan onu qəbul eləsin. Satıcı gətirdiyi təqdirdə, vaxtda yetişib qeyd elədik bunu. İkinci hal budur ki, o şeylər ki, məsələn, qeyd olunmuyub və şərt olunmuyub, o alver əsnasında biraz onun, məsələn, xüsusiyyətlərində dəyişiklik baş verib, yəni əlavə olub, əlavə. Belədir, deməmişdi mənə sadə köynək, adi ümumi demişdi, mənə bir dənə köynək gətirərsin. Köynəkdə pulun əvəzini vermişdi. İndi gətirib, məsələn, fərz eləyək ki, o köynək xəttidir, naxışlıdır, məsələn, bunlar misal verir. Deyir, bu halda yenə vacibdir ki, müştəriyə qəbul eləsin həmən köynəyi, onu rədd edilməz, geri qaytara bilməz. O vaxt deyərdi ki, xüsusiyyətlərlə o inşallah gələcək, bundan sonra növbəti məsələdədir. Əlbəttə, bunu əvvəldən qeyd eləmişdik, indi qeyd elə bu məsələdə bir şərtləndir ki, bu gətirən köynək ki var ha, bizim ittifaq etdiyimiz qiyməti fərq eləməsin, aşağı olmasın. Məsələn, biz ittifaq eləmişdik, 15 manatlıq köynək gətirib, bu köynəklər 12 manatdır, 13 manat. Yox, bu cür olmasın, qiyməti eyni olsun, ya da qiyməti biraz yuxarı olsun. Ən aşağısının bərabər olsun. Bəli, 694-cü məsələ. إذا سلمه المبيع قبل الأجل أو فاقدا للصفة التي اشترطها لم يجب القبول وكذا إذا أعطاه زائدا على مقدار مقرر بينهما. Gəlir 694-cü məsələdə ağa buyurur ki, indi biz ittifaq eləmişdik, 2 ay pulu vermişdim, 2 aya tamamında mənə 1 ton buğda verərsin.
Bir ay yarım üstündən keçdi. 2 aydan qabaq belə deyək. 2 ay tamam olmamışdan qabaq gətirdi mənə mənim malımı mənə təhvil vermək istəsən. Və yaxud da mən ondan istəmişdim ki, xüsusi növdə olan buğda, o gətirdi başqa növü buğdanı mənə verdi. Yəni sifət nöqtə hansı şərt eləmişdi, həmin şərt ki, xüsusiyyətində deyil buğda. Bu halda mənə vacibdir ki, onu qəbul eləyəm. Deyir, xeyr, müştəriyə, yəni alıcıya vacib deyil, satıcı onu qəbul etsin. Ləm yecibu qəbul. Və kəza izə ə'ta zaidən alim miqdar müqarrəb edən. Və həmçinin də bu birinci mərhələ. Birinci mərhələdə. Yəni 693-cü məsələnin 694-cü məsələnin fərqi hardadır? 694-də mənim ittifaq elədiyim vaxtdan qabaq gətirib və şərt elədiyim xüsusiyyətlərdən də qeyri bir xüsusiyyətdə gətirib. Bu halda mənə vacib deyil ki, mən o ittifaq elədiyimizin ki, əksini gətirdiyinə görə mən həmən malı almaq mənə vacib deyil. Mən istəmişdim qara rəngdə mobil olsun, mən istəmişdim 1256 yaddaşı olsun, bu gətirir məsələn 128 ilə. Bu gətirir məsələn sarı rəngdə telefon, xüsusiyyətlər ki vardı, həmən xüsusiyyətdə gəlmədiyinə görə mənə vacib olmayacaq ki, mən onu qəbul eləyəm. Və kəza izə ə'ta zaidən aləl miqhə və həmçinin ittifaq eləmişdik 1 ton buğda üçün. Bu qardaş ton yarım buğda gətirib. Mənim də yerim yoxdur. Bu hallar hansı hallarda bizim dərdimizə dəyər bu hökm? Məsələn, fərz eləyək ki, 1 ton yarımı gətirib hamısını bir yerdə və yaxud da 1 ton 200 kiloqram gətirib. Bizim ittifaqımız 1 tonadır. Bu məndən 200 kiloqramı da pulunu istəmir ha. Yaxşı, məsələ nədədir? Məsələ buradadır ki, mənim məxsən yerim ki var ha, o ki, belə deyək də, bir yer ayırmışam, bazamdır. Ora yığıram. Ambardır. Ambar qərar vermişəm. O ambarda sən mənim 1 tonluq qoymağa, 1 tonluq yer var. Cəmi 20 dənə meşğul qoymağa yer var. Yəni 30 dənə meşğul oraya yerləşdirə bilmərəm. İndi bu qardaş da bir ton yarım gətirib. Bizim ittifaqımız 1 tonadır. Bu ton yarım gətirib. Bu halda mənə vacibdir qəbul eləyəm ton yarımı. Heç o yarım tonun pulunu istəməsə də məndən ha. Söhbətimiz burada nədir? Söhbət buna gedir ki, görəsən mənə vacibdir bu alveri həyata keçirdəm ya yox. O deyir, xeyr. Və qədə edə əqta zaidən alə miqdar müqarrər beynəhumə. Çünki bunların arasında ittifaq 1 tonudur. Bu ton yarım gətirib. İndi bayaqçı qeyd edir, harda bizim faydamıza dəyər? Məsələn, bir dənə maşında gətirib, hamısını bir yerdə istəyir boşaltsın mənim həyətimə. Onu sən mənə indi onu çək 1 ton verginən. Bu yarım tonu nə edəcəm? Bir sözlə, əgər yadımızdadırsa biz alverin şərtlərindən birində qeyd eləmişdik, gərək müəyyən ola və müəyyən olan miqdar ki var, o miqdarına uyğun alver baş tutaq. Bizim müəyyənimiz 1 ton edirsən, indi ton yarım gətiribsən, bu halda mənə vacib deyil ki, nədir? Mən onu qəbul eləyəm. Bəli. Sonra gəlirik, bəli. Bununla da bizim vacib məsələ tamamlandı. Dedik ki, ilk 2 dənə məsələmiz bizim nə idi? Caizdir, caiz deyil. İkinci gəldi, digər bu məsələdə oxuduğu ki, vacibdir, vacib deyil. Gəlir üçüncü məsələ, caizdir, yoxsa caiz deyil. 695-ci məsələdə İzə qəbiləl müştəri təsəlləməl məbi'ə qablə hululil əcəl əv radiyə bimə dəfəəhu iləyhil bai'u və illəm yutabiqil müqarrar beynəhumə kəmmən əv keyfən cazə zəlikə. Bəli, bir dənə vardı bizim şəriətimizdə, mənim boynumda vacibdir, vacib deyil. O qardaşla ki, ittifaq eləmişdim, 1 tona ton yarım gətirmişdi mən üçün, biraz bundan qabaqki məsələdə. Mənə deyirdi, xeyr, mənə vacib deyil. Baxış, vacib deyili bildik. İndi, ittifaq eləyib, alıcı ilə satıcı hansısa müəyyən bir dənə cihaz, bir dənə əşyanın nəyinə alıb satılmasına müəyyən bir miqdarda. Pulunu da təyin eləyiblər, əşyanı da təyin eləyiblər, vaxt da təyin eləyiblər. İndi satıcı vaxtdan 15 gün qabaq gətirir müştəriyə deyir, bu cür, müştəri də onu alır. 15 gün qalıb, müştəri alır, bəli. Müştəri də bilər 15 gündən sonra vaxt bizim sərəf alırımızın vaxt tamam olacaq. Müştəriyə deyəndə ki, bəli, gətirmişəm, müştəri də onu ondan aldığı təqdirdə. Və yaxud da müştəri də radiyə bimə dəfəu iləyhil bai'ə.
Məsələn, ittifaq eləmişdilər. E, Ya bu cür yaddaşı olsun. O ya ittifaq elədiklərindən başqa bir dənə xüsusiyyətə, başqa bir deyək ki, məsələn, müvasifətdə, sifətdə e, bir dənə bu cihazı gətirdi, alıcıya təqdim eləsə. Və alıcı da buna razıdır. Məsələn, mən istəmişdim ki, mənə bir dənə ağ köynək gətirəsən, varatlı köynək olsun. O gətirib, məsələn, varatlı olmayan bir köynək gətirib. Ağ gətirməyib, yaşlı rəngdə gətirib. Bir sözdən şərtlərə nədir? Şərtin əksi olur. Demişdim, məsələn, 2 aydan sonra gətirərsən, 1 ay yarım üstündən sonra, keçəndən sonra gətirib. Bu paltarda da ola bilər, yeni şeydə də ola bilər, mobildə də ola bilər, fərqi yoxdur. Bunlar hamısını misal babından vurur ki, məsələni başa düşək. Bu halda görərsən, mənə icazə, mən müştəri. Gətirib mənə deyəndə buyur, gətirmişəm. Amma biz şərt eləmişdik, həmən şərtə uyğun deyil. Bu biraz fərqlidir. Müştəri onu təslim eləsə və yaxud da razı olsa bu alverə, görürsən icazəlidir müştəriyə razı olmaq. Yəni icazəlidir, bu alverin özü icazəlidir ya yox. Eləyə bilərdir, bəli. Nə qədər ki, əgər alıcı ilə satıcı o şərt ki eləmişlər, o şərtin əksinə indi gedib satıcı gətirib və alıcıdır əsas. Alıcı buna razıdırsa heç bir müşkül yoxdur, icazəlidir. Bu bir dəfə kəmiyyət nöqteyi nəzərdən ola bilər, bir dəfə keyfiyyət nöqteyi nəzərdən ola bilər. Bəli. 1 ton demişdim 8 kiloqram gətirib. Məsələn demişdim mənə sarı buğda gətir. Məsələn sarı buğda gətirməyib. Əkmək istədim, məsələn yemək üçün gətirib. Deyir, elə ki razı oldu alıcı. Alıcı əsas alıcıdır. Alıcı razı olandan sonra heç bir müşkül ortada qalmayacaqdır. Onda icazəlidir ki, bunların alverində bu cür arasında bu cür alver baş versin. 696-cı məsələ. İzə ləm yucədil məbi' sələfən fi zəmanilləzi yəcibu təslimuhu fihi fəlil müştəri ən yəsbirə ilə ən yətəməkkənəl bai'u minhu. Əlbəttə, bayi ibarədə yoxdur özümdən. 696-cı məsələ bundan ibarətdir ki, əgər ittifaq eləyə alıcı ilə satıcı hansısa bir dənə cihazda 2 aydan sonra gətirməyə və qiymətini də razılaşıblar. İndi gəlib 2 ay tamam olub, sələf alverindən söhbət edirik. 2 ay tamam olub, satıcı bunu gətirib verə bilmir. Müştərinin vəzifəsi nədir burada? Yəni, ittifaq eləmişik 200 manata. Bu mobil gətirib mənə verəcəksən. Dekabr ayının 23-də gəlib məsələn, indi bu günləri 24-dür. Dünən verməlidir, bu günə qədər gözləmişəm, gün gəlib mobil çıxmayıb. Mənim şəri vəzifəm nədir? Mən alıcı olaraq, mənim vəzifəm nədir? Deyir, müştərinin 2 dənə haqqı var burada. Eləyə bilər ki, satıcı o mobili gətirən qədər səbr eləsin. Eləyə bilər ki, alveri əslən kökündən ləğv eləsin. Pozsun. Çünki mən sən ittifaq eləmişdim. Sən mənə gərək dekabrın 23-də gətirib təhvil təslim verəydin. İndiyə qədər gətirmədiyimə görə artıq mən, bundan sonra mənə lazım deyil, mən verdiyim pulu mənə qaytar. İzə ləm yucədil məbi' sələfən fi zəmanilləzi yəcibu təslimuhu fihi. Axı, deyirdik axı, alıcı, satıcıya vacib idi, ittifaq olunan zamanda gətirsin, bu mobili təhvil versin alıcıya. İndi bu yoxdur. Fəlil müştərin bir haqqı budur ki, ən yasbirə ilə ən yətəməkkən minhu. Yəni, satıcı əldə elinə qədər eləyə bilər, səbir eləsin, ixtiyar sahibidir, möhlət verir. Bir eyb yox da insandır, ola bilər əldə eləyə bilməyib, nəsə bir müşkülə çıxıb, razılaşır. Bir eyb yox, gözləyirəm səni, bir həftəyə gözləyirəm, 10 günə gözləyirəm, bunu da eləyə bilər, səbir eləsin, gözləsin. Av yafsıqəl bey'a və yəstərci'əl ivada, av bədələhu. Yaxud da ki, deyək, yox, xeyr, qardaş, bayaq dediyimiz formada, mənə alveri pozuram, mən artıq 2 ay gözləmişəm, bundan sonra bura qədər gətirməyibsənsə, mənə indi lazımdır, bundan sonra gətirsin, o mənə fayda verməz. Ola bilər də belə bir alverlər olur ki, sezonu alver olur. Məsələn, mənə lazımdır, bu yay sezonda mənə lazımdır. Sən bundan sonra mənə qışda gətirsin o paltarı, mən nazik köynəyini yeyirəm qışda. Və yaxud da qışda kurtka istəmişəm, vaxt təyin olub, indi gətirəmirəm, 1-2 aydan sonra gətirim də qış qutarsam onu neynəyirəm və ilə axır və s.
Bəli, dedi ki, ixtiyarı vardı ki, alıcının əslən kökündən alveri pozsun və yəstərci'əl ivada. Yəni müştəri alıcı desin ki, sənə verdiyim ivəz ki var idi, yəni ivəz pulun özünü mənə qaytar. Əv bədəluhu və yaxud da ki, ola bilər ki, nədir? Pul döyür. Biz deyirik, bir şeydə qeyd eləyək. Biz səmən də qərar verə bilərik alverdə, əyan da qərar verər. Əyan yəni ola bilər ki, mən deyəm ki, mənə 100 kiloqram buğda verərsən, mən sənə nədir? Xurma verir. Xurmanı əvvəldən vermişəm, 20 kiloqram xurma, 100 kiloqram nəyin müqabilində? Buğdanın müqabilində. Bu bir dəfə pul ola bilər, bir dəfə isə qeyri-məhsul ola bilər. Başqa bir şey ola bilər. İndi məhsul olar, cihaz olar, hansısa bir şey ola bilər. Yəni pulun özü olmuyor, əskinaz olmaz. Bir dəfə əskinazı tələb eləyəcək. Əgər o qalıbsa əskinaz, yox, onu xərcləyibsə, onun əvəzini tələb eləyəcək. Bəli. Yəni bədəl hansı vaxt olur, onu qeyd elədi. Bədəl o vaxt olur ki, mənim verdiyimin özü qalmasa, verdiyim indi pulda, həmin pulun özü qalmayıb və yaxud da mən bir dənə mobil vermişdim, iPad alacaqdım müqabilində, həmin mobil qalmayıb, indi mobilin əvəzini istəyirəm. Və kəza izə dəfə'əl bə'd və əcizə anil baqi və la yəcuzu ləhu. Bəli, indi deyirik ki, birinci halda qeyd elədik ki, əgər birdən satıcı ittifaq elədiyi vaxtda alıcıya gətirib malı verə bilməsə, ya alıcı iki dənə hüququ var, ya səbir eləyib gözləyəcək, ya da ki, deyəcək ki, mən alveri kökündən batil edirəm. Alveri kökündən batilləsə, əşyanın özü qalıbsa, verdiyim şeyin özü qalıbsa, istər pul ola, istər digər bir şey ola, qalıbsa, özün mənə qaytaracaq. Yox, onu məsələn, pul verdiyim pulu xərcləyib başqa yerə, onu deyəcəm, əvəzini gətir mənə vericəm. Və həmçinin də hökm buradadır ki, ittifaq eləmişdik, mənə 1 ton buğda verəcək. Mən o 1 tonun müqabilində bir dənə mobil vermişdim və yaxud da 1 tonun müqabilində mən belə deyək də 800 manat pul vermişdim. Əskinazlara pul vermişdim. Bu qardaş mənə 500 kiloqram gətirdi. Biz 1 ton ittifaq eləmişdik, mənə 500 kiloqram gətirdi, verdi. Bu halda hökm necə olacaq? Deyir, bəli, bu da elə eyni hökmdür. Yəni müştəri ixtiyar sahibidir, alveri qəbul eləsin nədə? Hə, indi necə olacaq eyni hökm olsun? Deyir, İzə dəfə'əl bə'd bə'dil məbi'a, yəni ittifaq eləmişdi, 1 tona 500 kiloqram gətirib verib, digər 500 kiloqramı verə bilmir. Yarısını verir, bax, biz 1 tona ittifaq eləmişdik. Bu halda eləyə bilər ki, səbir eləsin, digər 500 kiloqramı gözləsin, eləyə də bilər ki, alveri kökündən neynəsin? Ləğv eləsin. Və la yəcuzu ləhu ən yəbi'əhu ilə mimməl ba'i əksər mimmə iştirahı bihi aləl əhvatı lüzumən. Əlbəttə, bəli. Müştəriyə görə sən icazəlidir ki, həmən bu onun özünü, bu buğda ki misal vurdu ya, bunu biz qeyd elədik də burada minəl ba'i bir neçə yerdə bizim bu ticarət bəhsində min gəlidir, minin mənası ilə mənasındadır. Eləyə bilər, görəsən, icazəlidir ki, bu müştəriyə həmən bu malın özünü satsın, bu digər məsələdir ya, bayiə, alıcıya, satıcı alıcıya sata bilər, əksər min məştərahu bihi, aldığından daha zor. Məsələn, deyir ki, 100 kiloqramı 110 kiloqrama satıram. Deyir ki, xeyr, icazəli deyil, ehtiyat lüzumu əsasən, əlbəttə, bunu əvvəlcə bəhslərdə qeyd eləmişdik. Elə ki, ehtiyat lüzum oldu, ehtiyat lüzumda deməli, orada nə vardı? Bu məsələdə digər müştəhidlərində fikirləri fərqlidir, fətvaları fərqlidir. Əvvəl, illə izə kanamısı, biz əvvəlcə qeyd eləmişdik ki, dedik ki, xeyr, nə olursa olsun, biz eləyə bilmərik bir şeyi kiloqramla olan, vəzn olan bir şeyi yarım kiloqramda özündən çoxuna, ziyadəsinə, əlavəsinə sata bilmərəm. İki hal, istisna hal vardır. Bərabərə sata bilirəm və yaxud da nədir? Aşağı verirəm. Əqəl minh olur. Məsələn, 99 kiloqramı 100 kiloqrama mən əsas məsələ burada nədir? Mən alıcıyam.
almışam alıcı olaraq. Bu satıcıdan almışam bu şeyi. Mən eləyə bilərəm ona satam. Deyir, və la yecuzu lehu, yəni müştəri üçün ən yəbi'əhu minəl bai ilə və əkthər min məştərahu bihi. Ondan aldığım əşyanı onun özünə nədir əlavə satamıram. 100 kiloqram almışdım. 100 kiloqram xurma məsələn müqabilində fərz eləyək cinsləri ayrı ki, bu gəlib sələmə faiz albinə ribaya çıxmasın. Mən onu götürüb ona məsələn 100 kiloqram verirəm. Buğdanı 105 kiloqrama deyir, olmaz, icazəlidir, ehtiyat olsun əsasən. Bəli, vaxtımız tamamlanınca bir dənə məsələ var. İstəyirəm məsələni də qeyd edirəm ki, gələn dərsə qalmasın. İza ba'a mata'an fi zimməti muəccəlin ilə müddətin bi səməni muəccəl bataləl bey'. Bəli, alverdə biz sələf alverində demişdik, pulu başdan veririk. İstədiyimiz əşyanı bir aydan sonradan yəni götürəcəyik. İndi görəsən mümkündür ki, mən bu sələf alverində deyəm ki, elə bir ay səndən alver eləyirəm, bir ay mən üçün köynəyi gətirərsən, mən də bir aydan sonra sənə 5 manat verirəm, deyir bu sələf alverində bu alver batildir. Həmi belə deyək də səmənin özü, yəni pulun özü, həm də aldığım məta əşyanın özü müəccəl olur. İkisi də müəccəl, yəni vaxtla olduğuna görə icazəli deyil bu alver. Bu alver əslən kökündən batildir. İza ba'a mata'an fi zimmə, məsələn deyirəm ki, bir ay mənim boynumda qalıb, bir aydan sonra sənə 5 manat verərəm. Sən mən üçün sənin də boynunda qalsın. Bir aydan sonra mənə fərz eləyək ki, 10 kiloqram kartoşka verərsən. Deyir, bunların ikisi də bir aydan sonra olduğuna görə buna deyir ki, nə? Müddət burada. İlə müddət bir təməni müəccəl. Yəni pul da sonra olacaq, əşya da sonra olacaq. Deyir, bunlar nədir? Sələf alverində daxilində deyil. Sələf alverində bu idi ki, mən pulu başdan verəm, əşyanı sonra götürəm. Budur alver nədir? İkisi də yəni gecikməklə olsa, vaxtla olsa bunlar nədir? Batil alver batildir. Bu bizim əhkam beyan sələfdir. Gələn dərsdə inşallah bey'u zəhəb vəl fiddə bəhsində xidmətinizdə olarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.